Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D315 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-sı saat 10:00-dan etibarən qaz təsisatının dayandırılması planlaşdırılır. Azərqaz İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə qaz təsisatı dayandırılan müddətdə Xaçmaz şəhərinin bir hissəsinin və 26 kəndinin qaz təsisatında fasilə yaranacaq. Müşgür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşidoba, Qadaşoba, Nərəcan, Axtala, Qımışqışlaq, Molla Bürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısoba, Maşıoba, Çiləgir, Hacı Qurbanova, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində və şəhərin bir hissəsində ümumilikdə 10.346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq. Əziz abonentlər, tədarükünüzü indidən görün.